Londondan herkese salam olsun. Bu günləri Cümə günü də cümə mübarək olsun. Həm də endirim salıblar bu günə. Ya, onların deyimincə deyə Black Friday deyirlər də. Normalda mən bu sözü xoşlamıram. Xeyirli cümələr deyə. Burada indi 70%, 80%, 60% endirimlər olur. Görə endirimi elə indi özüm üçün də ayaqqabı alacağam. Brend yerlərə gedə görə həqiqətən endirimlər almağa dəyər yoxsa yox dedikləri kimi endirim olur. Onları göstərəcəm sizə. Həm də nəyə görə mən bu sözü Black Friday xoşlamıram? Bu qədər həftə qalıb düz müsəlmanların cümə günü dəyişiblər adını qara cümə deyirlər. Yəni həqiqətən insanları Allah yolundan uzaqlaşdırmaq üçün hər yol əl atırlar. Yəni, biz şükür Allaha vəzifəmizi yerinə yetirmişik. Allaha çox şükür olsun. Allah hər kəsin ibadətlərini, dualarını qəbul eləsin. İndi də gedirik. Görə endirim Nike mağazası var. Bir iki dənə də yerə deyəcəm. Görə endirimlər necədir, qiymətlər nətərdir? Almağa dəyər yoxsa yox. Bunu da sizə göstərim. Bunu bura bağladığım telefon üçün bağlayacağım. Soruşdunuz. İnşallah ətraflı bunun üçün də bir video çəkəcəm. Hardan almışam, necə almışam, necə çəkirəm. Bu günün söhbətidir. İnşallah çəkəcəm onun üçün də video. Ya, sumkamızı da götürək. Resetimiz də burada. Mağazaya getməmişdən qabaq sizə bir Clissold parkı göstərim. Bura Londonun ən böyük parklarından, həm də ən gözəl parklarından biridir. Yuxarıdan mənzərəyə baxın sizdə. Ətraflı bir 2 dəqiqə buranın gəzim sizə göstərim. Mənzərəsinə özünüz şahid olun. Bura körpünün yanında. Bu körpünün yanında gözəl bir çay axır. Çayın olan mənzərəsinə baxın. Ləzzət edir. Bura məsələn adam yorğun ya da belə əsəbizad olanda buraya gələndə adam təmiz sakitləşir. 15-20 dəqiqə qalırsan burada, adamın o qədər gözəl gəlir ki. Bu sol tərəfdə də bu ceyranzad heyvanları saxlayırlar. İndi yoxdur, soğurdur deyə resim götürüblər. Bu da onun başqa bir çay kənarı. Bu da parkın o qədər böyük parkdır, gəzəcək tutarım. Bu da fərqli bir çaydır. Bura ən böyük çaylardan biridir bu parkın içində. Burada quşlara yemək verirlər. Buradakı heyvanlara var ki, dəymək olmaz. Biz də parkdan çıxırıq, gedirik mağazaya doğru. Belə mağazadakı qiymətləri göstərim. Gəldik, çatdıq. Sport Direct mağazasıdır, Direct daha doğrusu. Burada da cürbəcür krasovkalar var, endirimdədir. 50% endirimdə olanda 65 pound'a düşür. Burada bu 25 pound'da, amma təmiz koj materialındadır. Belə krasovkalar 99 pound, yəni 100 pound arası. Pound deyirəm, siz bunu 2-yə vurun da. Məsələn 100 pound 200 manat, 215 manat arası pul edir. Yəni belə də dəhşət endirimlər yoxdur, amma normal. Bəzilərində 5%. Belə bir köynə gördüm. Puma markasıdır. Bu Puma necə marka düzəldi, vurublar sonra kərtənkələyə oxşayır. 2 dənəsi ucuz qiymətə qoyublar. Bilinir ki, saxtamalıdır. Belə bu Puma butçilərimiz var, köynələr bilər. Bu Adidaslar mini futbol oynamaq üçün süperidir. Bu da köynə butçilər. Bunlar süperidir. Bunların vaxtlarında oynayan futbolçular da yəni necə lazımdır futbolçular özləri bilir. Ev köynə günlərdə. Sonra gedirik Westfield tərəfə. Əsasən orada böyük bir mall var, oraya gedərik. Orada bütün markalar var. Getdiyim yolu sizə göstərirəm. Belə gözəl çay kənarı ilə gedirəm. Mənzərəsinə baxın, həqiqətən çox ləzzət edir. Tez-tez bura getdiyim yerlər. Westfield yeri də indi West Ham stadionunun yanındadır. Bu Londonda ən gözəl stadionlar biri, yerləşim yeri birinci Westfield'dir. West Ham'dır. Bura göstərdiyim West Ham komandasının yeridir. Bir də Arsenal'dır. Bu da günəş batımı mənzərə söz ola bilməz. Gəlib çatırıq. İndi bir də mənzərəyə özünüzdə baxın. Görərsiniz nə demək istədiyimi. Bu stadionun hər tərəfindən və sağından da solundan da böyük çaylar axır. O biri tərəfi də, belə deyim, sol tərəfi də yaşayış kompleksidir. İndi əsas girişə tərəf gedirik. Çox gözəl məkanda yerləşirəm. Buradan da 2 dəqiqəlik yoldur. Yeni içində qurublar, bütün yerləri bəzəyiblər. Gəldik, çatdıq Westfield'da. Londona gəldiniz, bu yerə gəlin. Bütün markalardan demək olar ki, çox böyük oldu. Hər şey tapa bilərsiniz. Uyğun qiymətə də, bahalı da, ucuz da. Və bu da o bir bayaq getdiyim stadionun başqa bir filialıdır. Burada böyüdür. Burada da endirimlər var, amma cüzdür, çoxdur. Bəzi vaxtınız krasovkada 80 pound, 90 pound, bəzən də 5 pound, 6 pound, 10 pound endirimlər olur. Buna endirim deməsin. Eləməsə ondan yaxşı.
qoyublar. Bu da GD mağazasıdır. Burada da süper mallar var, amma qiymətləri də süperdir. Əlivi vursan əlin yanır. Bu göstərdiyim bu sport finkalar, bunların qiyməti 100 pounddur. Endirmə düşüb 110-15 pounddan düşüb 100 pound. 15 pound endirmə. Hər cür mallar var, amma bura çox bahadır. Burada cüzi endirimlər gördüm. Çox da belə böyük endirimlər yoxdur. Buradan çıxırıq, gəzirik, görürük harda ən yaxşı endirimlər var. Ya Adidas'a giriyor. Adidas'da belə də yaxşı mallar tapa bilmədim. Az çeşid var idi. Arsenal formalar burada 50 pound'a qoyublar. Mən bir Arsenal dükanının öz shopuna getdim. Orada bundan da ucuz idi. Burada belə krasovkalar 115 pound, 100 pound, 120 pound arası idi. Endirim 20 pound, 30 pound o endirimlər var idi. Bu da sneakers mağazası deyirəm mən buna. Fərqli bir adı var. Sadəcə adını deyə bilmədiyimə görə. Burada da endirim çox dövrüydü. %30, %20 endirimlər var idi. Amma xoşladığım Microsoft yox idi. Yine fərqli bir mağazaya gəldik. Burada bu Adidaslar süper mallar idi. Burada demək olar ki, o gəzdiklərimin içərisində ən yaxşılarından buradaydı. Bu vaxtım krasovkalar 120 pounddan düşüb 100 pounda, 89 pounda. Cır mallar tapmaq olur. Bunlar hamısı 20%'e düşən endirimlərdən. Bu krasovkalar indi burada moddur. Çoxsu da bunlardan alır. Onlar da 115 pounddan 91 pounda düşmüşdü. Bunlar da 20% endirim var. Bunlar həm oğlan həm qadınlar üçün olanları var. Bu xanımlar daha çox bunlardan alırlar. Bu krasovkalar xanımların əynində daha çoxdur. Ama bu Adidas. Bunlar da 20%. Sonra ofis mağazasına gəldik. Burada olanlar hamısı xanımlar üçündür. Burada qiymətdə belə çox da endirmə düşməyib. Ama indi göstərdim, Klarna yazıb o krasovkanın üzərində. O Klarna burada olan kredit bir növüdür. 3 aylığına bölüb ay taksit kimi ödəyə bilirsiniz. Aylığa çox yaxşıdır. Yəni buran banka kartı olanlar ondan istifadə edə bilir. 35% endirmə. Bu ayaqqabılarda daha çox endirim var. 58.50 pound, 90 pounddan düşüb 58 poundda. Burada da görürsünüz sıradır. Bura nəyə görə sıradır? Çünki xanımların ən çox giydiyi beauty mağazasıdır. Cürməsi çeşidli. Mən də yoldaşla girirəm, onu tez-tez çıxardıram. Buradan çox qalmasın, da çox qalsa sərf eləmir. Belə dostlar, günlük bu qədər. Videonun sonuna gəldik. İnşallah ki, xoşunuza gəlmişdir. Videonu da bəyənib paylaşmaq, yaddan çıxmasın. Allah'a emanet.